Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Sual-cavab verilişində hər birinizi xoş gördük. İnşallah bu verilişimizdə də bizə verilən bir neçə suala cavab verəcəyik. İlk öncə təşəkkürlər gəlib, dualar eləyiblər. Allah sizdən də razı olsun. İnşallah Allah sizi hifz eləsin. Keçən verilişimizdə bir möhürlə bağlı sual verilmişdi. Yenə həmin şəxs həmin formada bir sual verir ki, salam möhürü mənə verən adam tutulub içərdədir, qoca anası vardı, o da təzəliklə rəhmətə gedib. İçərdə olan oğlanın yoldaşı harda olur, kimdir, nəçidir bilmirəm. Möhür onun olub ayrılıblar, mən möhürün sahibini tapa bilmirəm. Halallıq alım. O möhürlə qıldığım neçə ilin namazı necə olacaq? Ayrılanda möhürü aparmayıb. İndi siz o möhürlə bağlı mən elə bilirəm ki, iki sual verdiniz mənə. Birinci budur ki, o möhürlə mən namaz qılmışam. Əvvəla möhürün yəsi varsa, siz gərək ondan razılıq, halallıq alasınız. Əgər onun bilirsinizsə ki, razılığı olardı və qılmışsınız, eybi yoxdur, namazlar düzdür. Yəni, bilirsinizsə ki, bu möhür onundur və qalıb məndə və onun ümumi razılığı olub. Ümumiyyətlə belə bir məsələ var ki, əgər səndə olan hər hansı bir şey ki var, əşya və yaxud da paltar, o bir nəfərin də, o bir nəfər də mənə ümumi razılıq verib. Onun üçün xüsusi razılıq almağa ehtiyac yoxdur. Və sizin qıldığınız namazlar düzdür. Amma o möhürü siz, ikinci sual budur ki, mən neyniyim, yəni belə başa düşdüm, möhürün yəsini tapa bilmirəm, necə halallıq alım, başqa yolu yoxdur. Siz onun əvvəla o məsələdən əlavə, əvvəla bir varisi varsa, oğlu, qızı, kim varsa, ondan yəni halallıq ala bilərsiniz. Amma siz onu neyniyəsiz, o neynəməkdən ötürü də gərək onun adından ehsan eləyəsiz başqa birinə və yaxud da bir məscidə aparıb qoyasınız ki, orada ondan namaz qılsınlar. Yəni, onun adından, kimdirsə onun yiyəsinin adından siz onu o cür başqasına və yaxud da bir məscidə ehsan eləyə bilərsiniz. Yenə də təşəkkürlər gəlib və biz də təşəkkür eləyirik. Növbəti bir sual. Deməli, salam hacı, əleyhissalam, Allah sizi qorusun. İnsan xasiyyətini dəyişə bilər. Bilərsə, əgər Quran və hədislərdən nümunə deyə bilərsiniz. Bəli, ümumiyyətlə Quran-ı Kərimdə var ki, İnnəllaha la yuğayyiru ma bi qavmin hətta yuğayyiru ma bi ənfusihim. Həqiqətən Allah Taala insan özünü dəyişməyincə Allah onun üçün heç nəyi dəyişməz. Yəni, bu bir qaydadır və Allah Taala Allahın insan üçün nələrisə dəyişməsini istəyirsə, bunu bağlayır insanın özünü dəyişməsinə. Deməli, özünü dəyişmək mümkündür. Əgər mən bu vəziyyətdə, bu halla, bu xasiyyətlə, əgər tutaq ki, Allah mənim üçün hansısa bir işi görmürsə, onu bağlayır ki, sən özünü dəyiş, mən də sənin üçün vəziyyəti dəyişim. Bax, bu ayə bu anlamdadır və ümumiyyətlə Peyğəmbərimiz buyurub ki, İnnəmə bu'ithtu liutəmmimə məkariməl əxlaq. Mən əxlaqi keyfiyyətləri tamamlamaq üçün göndərilmişəm. Yəni, bu sözün özü də buna xidmət edir ki, Peyğəmbər gəlib ki, bizi dəyişsin, yaxşı mənada dəyişsin. Əgər bir adam yaxşıdırsa, onu daha yaxşı eləsin. Əgər pisdirsə, yaxşıya çevirsin. Ümumiyyətlə, hər bir əməl ki, Allah Taala və yaxud da din bizə buyurursa ki, sən bu işi gör, vacib və yaxud da müstəhəb formasında, o əməlin özü elə bizi dəyişməkdən ötürüdür, bizi islah eləməkdən ötürüdür. Quran-ı Kərimdə açıq-aşkar təzkiyə məsələsini irəli sürür. Və nəfsin və ma səvvaha qad əfləhə mən zəkkaha. Həyatda o adam nicat tapıb, uğur qazanıb ki, özünü təzkiyə edib.
Yəni, yaxşı mənada dəyişib, özünü paklaya bilib. Peyğəmbərlərin elə gəlişindən də məqsəd odur ki, yuallimuhumul kitabə vəl hikmə və yuzakkihim ənfusəhum. Peyğəmbərlər gəlib ki, insanlara hikməti, kitabı öyrətsin və bir də əvvəla, əlbəttə deyim ki, bu yuzakkihim ənfusəhum əvvəl gəlib ayələrdə, bir ayədə zahirən sonra gəlib, amma əsasən əvvəl gəlib. Yuzakkihim ənfusakum və yuallimukumul kitabə vəl hikmə. Peyğəmbər gəlib ki, sizi təzkiyə eləsin. Təzkiyə yəni nə? Yavaş-yavaş sizi tərbiyələndirib, yetişdirsin və o pis xislətləri sizdən uzaq eləsin. Və yaxud da Quran-ı Kərimdə tövbə deyilən bir məfhum ki var, biz də bilirik bunu. Tövbə etmək yəni nə? Yəni dəyişmək. Yəni, o getdiyin yoldan qayıdıb Allaha sarı qayıtmaq və yaxud da bir yerdə buyurur ki, ənibu ilə rabbikum, Rəbbinizə sarı dönün. Yəni, bütün bu ayə, hədislər onu göstərir ki, insan özünü dəyişə bilər. Biz çoxları əlbəttə elə düşünür ki, insan özünü dəyişə bilməz. Yəni, bu xasiyyət də Allah verən xasiyyətdir və yəni, bunu mümkün deyil dəyişmək. Xeyr, bu səhv düşüncədir, onu dəyişmək mümkündür. Sadəcə çətin ola bilər. Amma onun da asan yolları var. Asan yollarından da biri budur ki, əgər məndə tutaq ki, hansısa bir pis, mənfi xüsusiyyət varsa, onu dəyişməkdən ötürü o mənfi xüsusiyyətin tələb etdiyi əməl nədirsə, mən onu etməyəcəm. Axı, hər bir xüsusiyyətin, yaxşı və pis, insandan tələb etdiyi iş var. O işi eləyəndə həmin xislət, həmin xüsusiyyət insanda güclənir. Etməyəndə zəifləyir. Sən mənfi xüsusiyyətin səndən tələb etdiyi işi yerinə yetirməsən, həmin xüsusiyyət səndə zəifləyəcək. Və yerinə yetirmə, üstəlik əksin yerinə yetir. Onun əksi nədirsə, onu yerinə yetir. Onu yerinə yetirəndə səndə bu nəinki zəifləyəcək, hətta yavaş-yavaş o yerin verəcək müsbət xasiyyətə ki, dəyişmək də bu cür olur. Və sonuncu bir sual, rəhmətə gedən bir adamın namaz xalçasını, donunu başqa namaz qılan adam istifadə edə bilər. Bunun da heç bir eybi yoxdur. Yəni, onun varisləri, onun vərəsələri həmin paltarı, həmin xalçanı bir başqasına onun adından ehsan eləyə bilərlər. Yaxşı olar ki, rəhmətə gedən adam özü bu barədə vəsiyyət eləsin. Yəni, o vəsiyyətin özünün də dinimizdə xüsusi əhəmiyyəti var. Ələl-xüsusda insanın o dini, ibadi məsələləri üçün vəsiyyət eləməsi. Yəni, bu işdə də heç bir problem yoxdur. Onu başqasına, dünyasını dəyişən adamın adından ehsan eləyə bilərsiniz və o adam onun adından onu istifadə edə bilər. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.